müharibənin bitdiyindən 6 il keçib. Zəfər günü. Zəfərin ləzzətini İlham Əliyev çəkir. Amma o zəfəri ona qazandıran uşaqlar, qazandıran insanlar bax beləcə zülüm çəkir. Bax, 6 ildir bu adam, təsəvvür edin, gedib çağırıblar, gedib müharibəyə, işlədiyi yerdən. Yazır ki, məni səfərbərliyə çağırırlar, gedib və ləyaqətli şəkildə döyüşüb, medallarla filanla qayıdıb Siyəzən rayonundan hansı ki orada işləyir. Orada buna deyirlər ki, sən daha bizə lazım deyilsən. Ona görə ki, sən şərəfsizlik yapırsan. Sən bizim ermənilərimizi, bizim qardaşlarımızı, bizim əqrabamızı qırıbsan. Ona görə də sana bizim yanımızda yeri yoxdur. Və bu da həmən bu insan bu torpağı azad edib İlham Əliyevə zəfər şərəfi yedirdən insan 6 ildir ki, bir qismat sürəyə möhtaçdır ki, onu balalarına versin. Yəni İlham Əliyev, baxın, hər yerdə özünü təriflətdirir. Məmur qazi, məmur veteran, məmur şəhid anası, şəhid bacısı, şəhid qardaşı problemləri təsəvvür edin. Bunlar bitmir, tükənmir və bu bitib tükənməyəcək dostlar. Nə qədər ki, deyək ki, bizdə ümumiyyətlə 5 bir ölçü ilə, deyək ki, nə erməni ilə, nə falanla müharibələr dayanıbsa, deməli, bizdə sakitlik ola bilməz. İlham Əliyev sakitlikdən qorxur. Sakitlik olanda fikirləşir ki, birdən cəmaat başa düşər, anlayar ki, İlham Əliyev 23 ildir bunları istismar eləyir və 23 il ondan da əvvəl onu Heydər Əliyev və həmən ayağa qalxar. Ona görə də İlham Əliyev məhz bu nöqteyi nəzərdən qoymur. Qoymur ki, nə bir qazi, nə bir deyək ki, veteran, nə bir şəhid anası təsəvvür edin. 2 şəhid vermiş, anıya deyir ki, get 3 nöqtə verməyeydin. Sana kim idi dən oğlumu göndər? Var yox, 2 oğlu var, göndərib müharibəyə. İkisi də şəhid olub. İndi ana hansısa problemlə bağlı gəlib polis yaxasından basıb çıxardı çölə ki, rədd ol, get buradan. Yəni, və yaxud da müharibə veteranı və yaxud da deyək ki, qazi, hələ indiyənə kimi təsəvvür edin, 6 il adamlar var ki, təkcə bu Samir, deyək ki, bizim bu dostumuzun təqdim elədiyi bu insan, mən heç onu tanımıram, bu sadəcə olaraq dünən qarşıma çıxdı. Bilirsiniz, qarşıma çıxdı, deməli təsadüfən. Siyəzənə gedən bir nəfər görür ki, yolda bir nəfər dayanıb. Maşınını saxlayıb, bunu da götürür ki, yoldaşlıq eləsin, həm də niyə tək gitsin ki, yaxşılıq eləmək istəyir. Və yola nərdivan qoymaq üçün söhbət edirlər, deyir, bəs belə-belə başlayır dərdini danışmağa. Danışır ki, bəs belədir, 6 ildir bir parça çörəyə mən yox, həm də mənim evlatlarımı möhtaç qoyublar. Ona görə ki, mən 2-ci Vətən müharibəsində zəfər qazandırmışam İlham Əliyevə. O şərəfsiz gədiyə. Gədədən də təbii məsələdir ki, bəy olmaz, inanın mənə.